Yeşaya 9-cu fəsil. Sülh hökmdarı. Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Rəbb Zevulon və Naftali bölgələrini alçaltdı. Gələcəkdə isə dənizkənarı yolu, Yordan çayının o biri tayını, müxtəlif millətlər yaşayan Qalileyanı şərəfə çatdıracaq. Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın. Əkib biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi, onlar da sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm eləyənlərin dəyənəyini çilik-çilik eləmisən. Midyanlıların başlarına gətirdiyin gün kimi, döyüşdə geyilən çəkmələri, qana bulanmış geyimləri yandırılacaq. O da yem olacaq. Çünki bizim üçün körpə doğuldu. Bizə oğul verildi. Hakimiyyət onun çiyinləri üzərində olacaq. Onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq. O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək. O, hakimiyyətini ədalətlə və salihliklə indidən sonsuza dək quracaq. Ordular Rəbbinin qeyrəti bunu eləyəcək. Rəbbin İsrailə qarşı qəzəbi. İsrail üzərində həyata keçirilsin deyə Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq elədi. Bütün xalq Efraimin, Samariyanın sakinləri bunu biləcək. Bu qürurlu, təkəbbürlü xalq belə deyir. Kərpic evlərimiz yıxıldı, amma əvəzinə yonma daşdan evlər tikərik. Firon ənciri ağacları kəsildi, amma biz onların əvəzinə sidr ağacları əkərik. Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək, yağılarını dirçəldəcək, Aramlılar şərqdən, Filiştilər qərbdən ağızlarını açıb İsraili udacaq. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi. Əli hələ də cəzalandırmağa hazır idi. Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi. Ordular Rəbbini axtarmadı. Buna görə Rəbb İsraildən başı, quyruğu, xurma ağacının budağını, qarğanı bir gündə kəsib atacaq. Baş ağsaqqal və hörmətli şəxsdir. Quyruq isə yalan təlim verən peyğəmbərdir. Bu xalqa yol göstərənlər onları azdırır. Onların ardınca gedənlər qırılır. Buna görə də Xudavənd onların cavanlarına görə sevinməyəcək. Yetimlərin və dul qadınların halına yanmayacaq. Çünki hamı Allahsızdır, şər işlər görür. Hamının ağzından axmaq kəlmələr çıxır. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi. Əli hələ də cəzalandırmağa hazır idi. Ona görə pislik alovlanıb yanır, tikanla qanqalı yandırıb yaxır, meşədəki kolluqlar məhv olur, tüstü sütunları qalxır. Ordular Rəbbinin qəzəbi ölkəni od kimi yandırdı. Xalqı alov yandırıb yaxır, qardaş qardaşa rəhm eləmir. Adamlar orada-burada tapdıqlarını yeyəcək. Amma doymayıb ac qalacaq. Hər kəs öz uşağının ətini yeyəcək. Menaşşe Efraimi yeyəcək, Efraim Menaşşeni. Sonra birlikdə Yahudaya hücum eləyəcəklər. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi. Əli hələ də cəzalandırmağa hazır idi.